Salam, hər vaxtınız xeyir olsun değerli YouTube izleyicilerimiz. Bugün size film kimi təkrar izleyeceğiniz həyət evimizi təqdim edəcəm. Əmin olun ki, evimiz cəmi bir gün ərzində satılası evdir. Bu gün gəldinizsə ev sizindir. Yox, gec gəldinizsə inanın ki satılacaq. Səbəbini indi qeyd edirəm. Sənədləri tam qaydasında, evində, torpağında kupçası var. Ev əşyaları ilə birlikdə satılır. Üstəlik də evimiz şəxsi tikilidir və heç bir zabora bitişiyi olmayan evdir. Bilirəm ki, müştərilərimiz belə evlər istəyirlər, belə evlər axtarışındadılar. Səbirli olun, videonun sonuna qədər izləyin. Bütün məlumatlarından ətraflı şəkildə xəbəriniz olsun. Sonra behinizi götürüb buyurub yaxınlaşa bilərsiniz. Evin sağ tərəfində sanitar qovşağı var. Evimizin digər tərəfində göstərəcəm. Heç bir zabora bitişiyi yoxdur. Evin yerləşmə yeri Savalan yaşayış massividir. Savalanda 28 saylı orta məktəbin tam yaxın məsafəliyində yerləşir. Hər tərəfi yaşayış olan yer. Videonun sonunda çıxacağım ikinci mərtəbəyə. Balkondan sizə evin ətrafını göstərəcəm. Ki burada heç bir göl, nəmişlik, su yoxdur. 6 sotun içində 2 mərtəbəli, 7 otaqlı, 243 kvadrat evin ümumi sahəsi. Hər mərtəbənin ayrı-ayrılıqda hamamı və sanitar qovşağı var. 2 və yaxud 3 ailənin tam rahatlıqla yaşaya biləcəyi evdir. Həyətimizin yarı hissəsi tamit daşlarla döşənilib, əlavə bağ sahəsi də saxlanılıb. İndi isə gəlin keçək, evin daxili ilə sizi tanış edeyim. Evimiz əşyaları ilə birlikdə satılır. Elektronika əşyaya daxil deyil və yataq otağının birinin mebelləri götürüləcək. Qazı, suyu, işığı daimidir. Sayğaçlarının hamısı var. Bura evin birinci mərtəbəsinin girəcək hissəsi, dəhliz hissəmiz. Özünə tikilmə, şəxsi həyət ev axtaran müştərilərim buyursun, yaxınlaşsın. Ev dairəvi qoşadaşla tikilib, istilik sistemi də kombidir. Əşyalı şəkildə satılır. Əziz YouTube izləyicilərim, evimizin qiyməti isə 170.000 manat deyilir. Bu dəfə real alıcılara endirim yoxdur. Evin son qiyməti 170.000'dir. Səbəbi də budur ki, digər saytlara baxsaz, evin qiyməti 200.000'dən yuxarı məbləğdə paylaşım olunmuşdur. Yəni biz də elə son qiymətlə çəkirik, paylaşırıq ki, siz də biləsiniz ki, evin real qiyməti nədir. Mətbəxidir bura. Baxın, burada evimizin mətbəx hissəsi, qonaq otağında, qonaq otağı genişliyində mətbəx hissəsi var. Əslində buranı da otaq kimi qeyd edə bilərik. Demək olar ki, evimiz 8 otaqlıdır. Evin bu pləşən hissəsidir, sağda yerləşir hamamı, sanitarı qovşağı və pləşənin altı da kladovkadır. Kommunallar hamısı var. Sənədlər tam qaydasında, paket kupçalı. Burada hamam, sanitar qovşaq. Jacuzzi-nə qədər var. Pləşənlər qoz ağacı ilə yığılan pləşənlərdir. Dəyərli YouTube izləyicilərim, kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əgər sizin də satışda olan hər hansı bir mülkünüz varsa, mənimlə əlaqə saxlayın. Mülkünüzün satışına tez bir zamanda köməklik göstərin. Burada ikinci mərtəbəmiz 3 dənə yataq otağıdır. Bir dənə belə qonaq otağı kimi istifadə edə biləcəyiniz böyük bir otaq. Gəlin əvvəlcə balkonu göstərim. Mən bəzi materiallər kimi evi gizləmirəm. Baxın, ətraf hissəsi, qupquru yer. Heç bir su, göl yoxdur. Burada yenə jacuzzi vanna. Son qiymət 170.000 manat. Əlavə də nə sualınız olsa buyurun zəng edin. Axşama qədər zənginizi gözləyirəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Göz haqqınızı halal edin.